Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. 31 dekabr 2025-ci ilin son günü. Bu münasibətlə, yeni il münasibəti ilə bütün tamaşaçılarımızı, izləyicilərimizi, dostlarımızı, hamını yeni il münasibəti ilə təbrik edirəm. Sabah artıq yeni ilin ilk günüdür və dünya Azərbaycanlıları həmrəylik münasibəti ilə təbrik edirəm. İnşallah bu haqda ayrıca videomuz olar. Və bugün sizə Alanya Oba məhəlləsində açılan gözəl bir yeri təqdim edəcəm. Haydarzadə Miras adlanır. Deməli bura Obadadır, yuxarı Obada. Metrodan biraz qabağa gəlirsiniz, sağa Olive Garden düyün salonuna gedən yolda sağ tərəfdə qalır. Deməli bu işlətmənin sahibləri Alanyada çox sevilən populyar restorancılardılar. Yəni hamının çox sevdiyi restoranlar şəbəkəsidir. Onlardan biri Antep restoranı, Antep kebabçısı Mahmudlar'da bir neçə şöbələri var. O cümlədən Haydarzadə adı altında Mahmudlar'da əsasən şirniyyat ağırlıqlı, şirniyyata üstünlük verən bir restoranları var idi, kafeleri və bu da Obada açılıb. Haydarzadə Miras adlanır Obadakı şöbə və içəri daxil oluruq. Burada əsasən yenə dediyim ki şirniyyatlar və kahvaltı üstünlük təşkil edir. Kahvaltı artıq müasir kahvaltıdır. Burada nömrələri göstərəcəm sizə. Baxın burada nömrələr var. Geleneksel və modern kahvaltı. Çox populyar olub bu. Baxmayaraq ki 3-4 həftədə açılıb. Mənim də önümə çıxdı Instagramda. Yabancı blogerlər də gəlirlər, xoşları gəlir. Baxın. Tam fərqli bir kahvaltı təqdim olunur. Rezervasyon çünki burada yaza bilərsiniz. Və yenidən içəri daxil oluram. Merhaba, kolay gelsin. Burada neler yapıyoruz abla? Neler yapıyoruz? Burada Antep baklavalarımız var. Günlük gelen taze baklavalarımız var. Ve kadayıflarımız taze günlük çıkıyor. Evet. Sabah kahvaltımız var bizim. Evet, çok iyi. Katmer, künefe şu an sıcak sıcak yapılıp taze bir şekilde veriliyor. Hepsini gösterelim o zaman. Teşekkürler, kolay gelsin. Bəli, burada əsasən paxlavalar, katmerlər çok populyardır. Merhaba, kolay gelsin. Və burada uşaq oyun yeri də var. Buranı da göstərim. Baxın, uşaqlarınız burada rahat oynaya bilərlər. Uşaq oyun yeri də var. Ümumiyyətcə bu işletmenin sahiblərinin həmişə restoranları belə gözəl, lüks, komfortlu olur. Burada da mətbəx hissə, çoxlu masalar var. Hal-hazırda günün elə vaxtıdır ki, adam azdır. Adətən axşamlar və səhərlər insan çox olur. Bu arada bura saat 8-ə qədər çalışır. 8'de kahvaltı olur saat 12'ye 1'e kadar ve ondan sonra akşam 12'ye kadar çalışır. Abi kolay gelsin. Sağ olsun abi. Usta siz burada Evet, buradayım. neler yapıyorsunuz? Fıstık ve katmer, ondan Evet. sonra kereviz. Yani özel şeyler bunlar. Sadece burada var. Bakın aziz dostlar, ustalar xüsusi geyimdə. Onlar da katmerlərdir. Katmer. Aha. Növbə-növ katmerlər var. Katmeri məsləhət görürəm. Mütləq Türkiyəyə gəlsiniz, bura gəlsiniz. Katmerin dadına baxın. Bunlar fırına atıb bişəcəklər və çox dadlı olurlar. Qaymaqlısı olur, çikolatalısı olur. Evet, o yumru belə. Kolay gəlsin. Çox güzel. Yəni təmizlik filan, hər şey mükəmməl səviyyədədir. Əgər Mahmudlar'da gözəl restorana getmək istəsəz, Antep kebabçısına gedə bilərsiniz. Bizim de sevimli yerimizdir. Bura ise yavaş yavaş insanlar gelecek. Birazdan da olacak. Yine deyirəm, bura 3 həftədir, 2-3 həftədir açılıb. Dizaynı çox qəşəngdir. Zövqlüdür. Arkada ise portakal bağçalarıdır. Monitorda ise diğer restoranların reklamları gedir. Hem Antep'in hem Mahmudlar'daki Haydarzadənin və s.
reklamları. Bunlar ümumiyyətcə digər restoranların hamısında öz setlərinə daxil olan növbəti restoranları reklam eləmiş olurlar. Bu hissədə isə qəşəng bağça var. Siqara içmək istəyənlər, siqaret çəkən qonaqlar gəlib burada tam portağal bağçalarının yanında oturub gözəl siqaret çəkə bilərlər. Baxmayaraq ki, zərərlidir. Yəni belə bir şərait var. Bu tərəf, arxa tərəfdə boydan boya portağal bağçaları. Belə əziz dostlar, bir daha hər kəsin bayramı mübarək. Dünya Azərbaycanlıları həmrəylik gününüz mübarək. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.